Bir kişi həyat yoldaşına xəyanət edir, başqa bir xanımla tanış olur. Nə tər olursa bu xanıma bağlanır, bunu istəyir. Və bir müddət sonra bu elə hiss eləyir ki, artıq yoldaşı buna mane olur. Həyatında bir maniyədir. Ayrıla da bilmir. Fikirləşir ki, yoldaşını öldürsün. Amma necə öldürsün ki, heç kim bundan şübhələnməsin. Gedir bir nəfərin yanına, deyir ki, bəs mən yoldaşımı öldürmək istəyirəm. Amma istəmirəm ki, kimsə məndən şübhələnsin. Mənə elə bir zəhər ver ki, onu birdən-birə öldürməsin. Tədricən öldürsün. Məsələn, bir ay içində öldürsün ki, məndən heç kim şübhələnməsin. Adam baxır bunun üzünə, gülümsüyür. Ötürü belə balaca qabda bir zəhər verir buna. Deyir, apar, gündə bir dəfə yeməyinə qat. Elə ki, hiss eləməsin. Və bu zəhər qatdığın müddət ərzində də onunla xoş danış, xoş davran, evdə özünü ona istiqanlı göstər ki, səndən şübhələnməsin. Deyir, yaxşı, götürür zəhəri gedir, dediyi kimi də eləyir, hər gün biraz qabına atır zəhərdən və oturub yemək yeyəndə yoldaşı ilə çox mehriban danışır, ona vaxt ayırır, ona qulaq asır. Yəni, hər gün evin içində çox mehriban şəkildə davam edirlər belə. Bir neçə gün keçəndən sonra adam görür ki, bəs yoldaşı buna qarşı çox yaxşı münasibət göstərir, bunu çox əzizləyir və buna qulaq asdıqca xoşbəxt olur, peşman olur elədiyi əməldən. Gedir bu həmən adamın yanına, deyir ki, bəs mən çox peşman olmuşam da, mənim yoldaşım istəmirəm ölsün, o 15 gündür, 10 gündür, bilmirəm nə qədərsə buna zəhər vermişəm, amma ölməyini istəmirəm də, mənə kömək elə. Deyir, niyə, nə oldu? Deyir ki, mənim əslində yoldaşım çox gözəl insan imiş, məni çox sevirmiş, mən onu təzədən sevməyə başladım, mən gördüm ki, səhv edirəm, xahiş edirəm, mənə elə kömək elə ki, o ölməsin. Adam gülümsüyür, baxır üzünə, deyir ki, mən sənə verdiyim zəhərdir, sadəcə bir dənə baharat idi, amma sənin yoldaşı dəyişdirən o baharat yox. Sənin ona ayırdığın zaman, sənin ona göstərdiyin diqqət və sevgi.